Quran'a deyil Taha suresi. Qardaş soruşur ki, saqqala Quran'dan deyil nədir? Taha suresi. Və Harun Musa'nın yerinə xəlifə qalır qövmündə, yəni böyük. O zaman ki, Allah onu çağırır, Musa'nı çağırır söhbətə, danışmağa. 30 gün sonra 10 gündə əlavə edir və necə Araf surəsində keçir. Musa aleyhisselam qayıdır qövmünə, görür ki, cəmaat artıq buzov düzəldi artıq. İbadət edirlər, orada dəlil şahid yeri ayənin burasıdır ki, necə ayədə gəldi, tutur Harunun saqqalından Musa, qəzəblənir. Sallallahu aleyhi və səlləmin bir sünnəsidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özü saqqal saxlayıb və ümmətinə də bunu əmr edib və həmçində bəyan edib ki, saqqal Allah Taala'nın əmridir. Peyğəmbərin sünnəsidir, yolundandır, etdiyi əməllərdəndir və əmirlərindəndir. Və həmçinin də saqqal elə bir sünnələrdəndir ki, bizim Peyğəmbərimizdən öncəki başqa Peyğəmbərlərin də sünnəsindəndir. Yəni, onlar da bunu eləyiblər. Onların əshabələri də, həvariləri də bu saqqal saxlamaq sünnəsinə nə eləyiblər? Əməl eləyiblər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daim ala a'daihim ecma'in. Deməli, biz ara sıra göstəririk ki, vəhabilər özlərinə sərf eləyən məsələləri Quran-ı Kərimdən və yaxud hədislərdən və yaxud sünnədən götürürlər, amma özlərinə sərf etməyən məsələləri götürmürlər. Məsələn, bu yaxınlarda bir video qabağıma çıxdı. Vəhabilərdən biri güya Quran-ı Kərimdə saqqalın isbatını gətirir. Deyir ki, Həzrəti Musa aleyhisselam, Həzrəti Harunun aleyhisselam ikisi də peyğəmbər olub, saqqalından tutdu və deməli Quran-ı Kərim göstərir ki, peyğəmbərlərin saqqalı olub. Baxın, bu vəhabini dəfələrlə siz görmüşsünüz və özü də Yezid zalim də olsa, hakim zalim də olsa ona qarşı çıxmaq olmaz kimi çıxışlarla məşhur tanınan bir şəxsdir. Bu şəxsə sual vermək lazımdır ki, niyə sən Quran-ı Kərimdən Harun peyğəmbərin aleyhisselam saqqalı barədə dəlil gətirirsən? Niyə bu peyğəmbərlərin zamanələrinin hakiminə qarşı, zalim, zülümkar hakimlərinə qarşı çıxmasını bəs dəlil kimi gətirmirsən? İndi burada deyə bilərlər ki, digər peyğəmbərlər bir yana, İslam peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və səlləm hakimə qarşı çıxmamışdı. Bu da yanlış sözdür. Niyə? Çünki onun yaşadığı mühitdə düzdür bir rəsmi dövlət yox idi. Ola bilər, amma hakimlər var idi, güc-qüdrət sahibləri var idi. Bunlar ki, deyirlər, hakimə qarşı çıxmaq olmaz. İbn Hüseyminin çıxışına baxsanız, digər dəlillərinə baxsanız ki, biz dəfələrlə bu barədə danışmışıq. Onların məqsədi güclü insandır. Çünki hakim qüdrətlidir axı. İbn Hüseyminin hətta biz bir dəfə çıxışını gətirib göstərdik ki, deyir, qarşı çıxacaqsan, biraz da fitnə çıxacaq, səni həbsə atacaq, səni döyəcək, çünki qüdrət sahibidir və s. Həmin vaxtda da Məkkədə qüdrət sahibləri kimlər idi? Əbu Sufyan və onun dəstəsi Əbu Cəhil və müşrik başçıları. Amma İslam peyğəmbəri sallallahu aleyhi və səlləm buna rəğmən nə etdi? Qarşı çıxdı, geri çəkilmədi və əlhəmdülillah axırda da qalib oldu. Yaxşı, siz niyə uzağa gedirsiniz, Həzrəti Harundan aleyhisselam dəlil gətirirsiniz? Amma həmin insanlar öz dövrlərinin Fironlarına, Nəmrudlarına qarşı çıxıblar, İslam peyğəmbəri Əbu Cəhillərə, Əbu Sufyanlara qarşı çıxıb, niyə bunu dəlil kimi gətirmirsiniz? Ondan əlavə, əgər siz peyğəmbər sünnəsi ilə gedənsinizsə, saqqaldan danışırlardılar, bu peyğəmbər sünnəsidir və s. Peyğəmbər sünnəsi ilə gedənsinizsə, niyə saçlarınızı uzatmırsınız? Peyğəmbərin saçları özləri deyirlər ki, çiyinlərinə düşərdi. Və yaxud hörüy vurardı, 4 dənə hörüy olardı peyğəmbərin deyirlər və alimləri də və habi alimləri də bunu təsih ediblər, bu hədisi səhih hesab ediblər. Və ümrə ziyarətləri əsnasında saçlarını tam qırxardı. Demək, Rasulullah sallallahu aleyhi və səlləmin saçlarını hərdən çiyinə qədər uzadar və arabir uclarından alıb onları qısaldardı. Ummu Hani bint Əbu Talib radiyallahu anhə demişdir. Bir dəfə Rasulullah sallallahu aleyhi və səlləm Məkkəyə gəldi. Saçlarında 4 hörük var idi. Saçlarında 4 hörük var idi. Bu hədisi Əhməd, Abu Davud və İbn Məcə rəvayət etmişdir. Bir çox alimlər bu hədisin səhih olduğunu söyləmişlər. O cümlədən Muhammed Nasiruddin Albani də Muxtəsər Əş-Şəmail əsərində bu hədisin səhih olduğunu demişdir. Siz hansı vəhabını görmüşsünüz ki, 4 dənə hörü ilə çıxsın, efirdə danışsın? Yaxşı, ola bilər düşünlər ki, hər dəfə olmayıb ki, heç hər dəfə olmasın. Bircə dəfə o başına papağı qoyub çıxan biri var hətta aralarında. Siz onu bir dəfə hörüylü, 4 dənə hörüy vurub çıxan görmüşsünüzmü?
Yaxşı, əgər Peyğəmbərin sünnəsidirsə bu, buyurun Peyğəmbərin sünnəsini bircə dəfə də olsa, həriniz bir dəfə 4 dənə hörü ilə çıxın, cəmaatın qabağına çıxış edin, görək Peyğəmbər sünnəsində hətta siz yerinə yetirirsiniz. Amma bu saqqal filan məsələsi necə olub ki, əslində meydana çıxıb? Böyük ehtimal bundan ibarətdir ki, Vəhhabiliyi yaysunlar müəyyən ölkələrdə və zahirdə də bu insanları Vəhhabiləri digərlərindən seçməkdən ötürü müəyyən bir zahiri görkəm çıxartmaq lazım idi ki, saqqal uzun, balaqlar qısa və cəmaatdan bunlar seçilsinlər. Amma hörü ilə olsaydı çox insanlarda ikrah hissi yaradacaqdı deyə, hətta bunlar heç özləri, ilahiyyatçıları, baş bilənləri heç hörü saxlamırlar. O ki, qaldı adi insanlara sən qəbul etdirəsən ki, hörü saxlayın, hörü vurun. Ona görə də elə saqqal kifayət edir və balaqları da qısa olsa, cəmiyyətdə görünəcək ki, bəli, bu bir xas bir tayfadır və Vəhhabilik adı ilə başladılar təbliğ etməyə. Hətta içlərində elələri var, heç saqqal da saxlamır. Baxmayaraq ki, onlarda təkid edirlər saqqala əl vurmaq olmaz, kökündən lezvə ilə qırxmaq olmaz və s. Amma içlərində bəziləri var, heç saqqal da saxlamır. Ona görə də ürəyi istəyən şey sunna adı ilə götürürlər. Ürəyi istəməyən məsələləri indi bir dənə çıxın birinə deyin, görün necə fırladacaqlar. Məsələn, çıx istəndən birinə deyin ki, sən başına papaq qoyub çıxıb danışırsan. Bir dəfə də çıx Peyğəmbərin sünnəsində 4 dənə hörü vur başına danış. Hətta Peyğəmbərin sünnəsində saçlarında hörü olmasını qeyd edən Vəhhabinin özü belə bir dəfə olsun hörü ilə çıxıb ekranlar qarşısında çıxış eləmir. Çox deyirlər ki, bu mənim 4 dənə hörüyüm var, Peyğəmbər də hörüyü saxlayırdı, Əlbani və digər alimlər bunu səhih hesab ediblər. Siz bunları bu cür sünnəyə əməl eləyən görməzsiniz. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.